Hər vaxtınız xeyir mənim əzizlərim. Demək, mən bu günləri bu şəkildə gördüyünüz gün haqda, Bakılılar günü, iyulun 1-i, bu haqda söhbət eləmək istəyirəm. Bunun tarixini danışmaq istəyirəm. Görürəm ki, çox adam paylaşır. Mən hər illəri bunu görürəm, hər illəri də mən susuram. Deyirəm, bəlkə insanlar özləri nəsə məlumat taparlar. Yəni gördüyünüz kimi bunu hətta Baku.es, bunun kimi başqa çox saytlar bunu göstərirlər, paylaşırlar, amma ki heç biri bu haqda məlumat elə bir bəlkə də var, istəmirlər, sərf edir də onlara. Amma bununla belə bu bayram kalendar bayramı deyil. Bunu hökumət kalendar bayramına salmayıb və düz də eləyib. Nəyə görə mən sizə açıqlayacağım indi. Deməli, o vaxtlar var idi belə bir sayt adnoklasnik.ru. Sonra onun zibilini çıxartdılar. Əvvəl yaxşı idi. Mən də ora qeydiyyatda idim. Sonra Mail.ru var idi. TikTok və Instagram yox idi. Və o adnoklasnikdə belə bir qrup yaranmışdı. Bakinцы всего мира объединяйтесь. Yəni dünya bakılıları birləşin. O qrup administratoru Bakı ermənisi idi. Adı deyəsən səhv eləmirəmsə Artur Petrosyan idi. Yəni Bakılı idi. Buradan qaçanlardan idi. O şimdi orada da əksəriyyəti ermənilər idi. Zuhudlar da vardı. Bizim Azərbaycanlılar da. Onlardan biri mən idim. Mənə dəvət eləmişlər. Mən də oradaydım. Və orada həmən bu gün haqqında müzakirələr getdi. Təkliflər getdi. Hansı günü seçək? Mən orada yazdım ki, qalasavaç elədim. Oktyabrın 1-nə. Nəyə görə? Çünki Bakını tanıyan şəxslər, Bakıda yaşayan, Bakıda böyüyən insanlar bilərlər ki, düzdür, mən özüm Hövsanda böyümüşəm, Bakının mərkəzində yox. Amma o ilə belə yay ərəfələrində mən Bakıya, şəhərin içinə getməyə mən çəkinirdim. Çünki dəniz qırağı daha yaxşı idi, sərin idi. Bakı tozanaq olur. Və o yüzden də ki, iyulun 1-ni mən seçmədim. Oktyabr ayında şəhər daha sərin olur, gözəl olur, adama ləzzət edir gezməyə. Amma bu ermənilər Bakı iyulun 1-ni seçdilər və administrasiyasındakı oranın rəhbərliyi o qrupanın iyulun 1-ni seçdilər. Və o vaxtdandır ki, erməni qoyduğu bayramı, erməni icad elədiyi bayramı hamı bizim bu Bakılılar paylaşırlar. Arkadaşlar, birinci mən həmişə baxıram, istatistiklər görüm, gənə də qoyublar. Uca əsəbləşirəm, özüm üçün əsəbləşirəm. Düz deyil ki, iradımı bildirmirəm. Çünki Mark Twain demişkən deyir, orada deyir sarsaq adam, mən deməzdim sarsaq, heç kəsi təhqir etmək istəmirəm. Sadəcə məlumatı olmayan adam, bisavat adamla mübahisə edərkən, yəni ki, ödməkdən yayınmaq lazımdır. Niyə görə? Çünki axırda o səni çərrədəcək, səni salacaq öz səviyyəsinə. Yəni ki, hər halda mənim bu tanışlarım, ətrafımdakı tanışlarım 15 yaşında, 20 yaşında uşaqlardır. Hamısı 40 yaşından yuxarı insanlardır və bunlar 40 yaşına kimi ağıllanmırlarsa, mən bunları çəkin ağıllandırım. Yəni özlərinin istəyi olsun da, görə nəyəsə mənbəyini öyrənmək üçün. İstəmirlər, bunları səhv eləyir. Onu görə deyirəm, əzizlərim, mən də sevirəm Bakını. Mən də Bakıda da olub dünyaya göz açmışam. Mənim anam yeri gəndə Karimli Bakılıdır. Amma onunla belə mən əksinəyəm bu bayram. Bu Bakı bayramı, eləyin şəhər bayramı. Bakı şəhərin bayramıdır. Yəni Cengorodur da, belə eləyim, deyim, hə. Yoxsa bak, onda sabahlar eləyir Neftçalılar günü, birisi eləyir Gəncəlilər günü, sonra Göyçaylılar günü, Şamaxılılar günü. Yəni belə eləyir, ona deməkdir Bakılı. Adden Respublika xüsusidir. Yəni ki, arada bir məlumatımız olsun da, mən demirəm, qrubu olaram Bakılılarıma da, rayonlarıma da. Prosta bu, ən azından mən özümə borc bildim ki, sizə bunu çatdırım. Hamiyə bir deməkdənsə, belə bir paylaşım edeyim. Bəlkə kimsə gördü, paylaşdı və çatdırdı kiməsə. Allah sizləri qorusun. Allah, necə deyirlər, sizlərdən razı olsun. Haqqınızı halal edin. Vaxtınızı ayırdığınıza görə, diqqətinizə görə çox sağ olun. Bakının qalasıyam, Bakıda da doğulmuşam, Bakıda qalasıyam. Bakının qalasıyam, Bakının qalasıyam. Bakıdır məskənim, Bakıda qalasıyam.